Orada belə bir şey var ki, orada elə bir şey var ki, ayağı çəkən vətər var öndə. O vətərdə quruma gedir. Biz onu götürməliyik ki, yaranın sağalması için. O ayaqda qatlanma funksiyası problemi çıxacaq. Ona görə müəyyən langitlər var. Onları qoyacağıq belə ki, ayaq düz qalsın da bu formada ki, yəni gəzəndə gəzə bilsin, yəni en azından istifadə edə bilsin o ayağı. Yəni deyirəm, o ayağı biz qanqrenadan qurtarmışıq da, yəni qanqrena olan bir ayaq idi. Açdıq, təmizlədik. Maksimum şəkildə çalışdıq ki, ayağı kəsməyək. Amma yenə də orada bir vətər ki var, ayağın ön hissəsində, kəsik nahiyəsinə düşən ayağın açan, bükən vətərdir. Bax, onu biz orada gələk, onu kəsib çıxartmaq lazım. Çox quruyur. Ayaqda müəyyən funksiya problemləri olacaq.